Bərdədə günəbaxan bitkisinin əkininə maraq artıb. Ötən ilə nisbətən bu il bu bitkini əkənlərin sayı çoxalıb. Bunun əsas səbəbi keçən il bu işlə məşğul olanların sahələrdən əldə etdikləri məhsulu sərfəli qiymətə sataraq yüksək gəlir götürmələridir. Yaxşı oldu, 1 manat oldu. Bir hektar əkmişdik, harasa 3 tona yaxın vermişdik. Keçən ilə baxan yerdə bu il çox əkilib, yəni elə bilirəm yenə də qiymət eyni olar. Fermerlər deyirlər ki, may ayının əvvəllərində müşahidə olunan yağıntılı hava şəraiti günəbaxan sahələrində bitkilərin cücərməsinə müsbət təsir göstərib. İndi isə onlar həmin bitkilərin göyərçin, sığırçın və saxsağan kimi quşlar tərəfindən yeyilməsinin qarşısını almaq üçün müxtəlif üsullardan istifadə edirlər. Gördüyünüz kimidir, bu kəndir çəkmişik, qutuların içində daşlar yığmışıq, balaca çəksən, səs eləyir, quşlar uçur. Da yanı keyif gəlmir içindən, da günə görə. Fermerlər hazırda günəbaxanın iridənəli olması üçün sahələrdə seyrəltmə işlərini həyata keçirir, bitkilərin dibini yumuşaldırlar. Elmir Həsənov, Vüqar Hacıyev, Bərdə.